Arif Qaziyev'de olabilirdi. Şimdi Nizami Rəmzi mənim yaxın adamımdır, yaxın qovumumdur. Dedi bizdə bir dənə meyxana deyəndim, Nizami necə tapaq? Dedim mən taparam. Gəldim Nizamiyə dedim ki, Nizami bəs belə bir məndən istədilər ki, səni tapım. Sənə sözümü çatdırım ki, bu meyxana bahara aid meyxana lazımdır. Ona aid gözəl bir meyxana yazarsan, bunlar da səni çəkəcəklər Kərvansarayda. Nizami də razılaşdı, hələ üstündən heç bir gün keçmədi, yazdı, getirdi, gəldi. Bütün sözlər Nizami Rəmzinin oldu. Sonra o meyxananı Novruz Bayramı Baharı getirdi. Qafiyə də belə idi. 4 şəxs deyib, 4 nəfər deyiblər. O 4 nəfər kim idi? Biri Nizami Rəmzi idi, biri rəhmətli Kəbir idi, rəhmətli Nizami idi, biri Tahir Rəvandı, qardeşimdir. Tahir Rəvan mənim kiçik qardeşimdir. Bir də Əbdül, 4 nəfər orada meyxana dedilər. Arif Qaziyev çəkdi onları, həmən o zabit Qızıl Fonda getdi. Onun hoş nefesi hararetlidir. Senin kademlerin bereketlidir. Kalbime devletin bari getirdi. Kalbime devletin bari getirdi. Novruz bayramı bahar getirdi. Ateşlenip hamı çıkır evinden. Bayramın mübarek ahır dilinden. Qarabağın musiki beşiğinden. Çoxlu dahi sənətkarı yetirdi. Çoxlu dahi sənətkarı yetirdi. Bahçamızda gönçə açdı, gül oldu. Gül oldu, bülbül oldu, sümbül oldu. Bu yeni ilan üstünde təhvil oldu. Əcdaha qeyb oldu, mari yetirdi. Əcdaha qeyb oldu, mari yetirdi. Novruz bayramı baharı yetirdi. Hamı bu Novruzun duyur vəfasın. Ədalılar yerə qoyur ədasın. Dinləməyə musiqinin sədasın. Könül açan kaman tarih yetirdi. Könül açan kaman tarih yetirdi. Bülbülə bənzər şirin avazım var. Yaşıl donlu baharım var, yazım var. Bu şənlikdə çalan telli sazım var. Ocağımıza aşıq